Bəzən bir uşaq səssiz olur. Amma bu o demək deyil ki, deyəcək sözü yoxdur. Bəzən gözümüzün içinə baxmır. Amma bu o demək deyil ki, sizi görmür. Bəzən sizi eşitmirmiş kimi davranır. Amma bu o demək deyil ki, sizi anlamır. Sadəcə onun dünyası fərqlidir. Və biz o dünyanı hələ tam tanımırıq. Hər bir autizmli uşağın bilməyinizi istədiyi 10 fakt Ellen Nottebohm tərəfindən yazılmış, minlərlə ailənin düşüncə tərzini dəyişən bir kitabdır. Bu kitab autizmli uşaqların bizə demək istədiklərini sadə və səmimi dillə izah edir. Və bu əsərin ixtisar müəllifi, uzman klinik, tibbi psixoloq Narınc Rüstəmova tərəfindən hazırlanmışdır. Çünki bəzən valideynlər uzun izahlarla yox, düz, aydın və doğru yönləndirməyə ehtiyac duyur. Bu kitab sizə deyir ki, autizm bir xəstəlik deyil. Bu, dünyanı fərqli hiss etməkdir. Mən sizi eşidirəm. Sadəcə cavabım fərqli görünür. Mən sizin qaydalarınızla yox, öz dünyamın qaydaları ilə yaşayıram. Məni dəyişdirməyə çalışma. Məni anlamağa çalış. Bu uşaqlar bəzən səssiz qalır. Amma bu səssizlik boşluq deyil. Bu, başqa bir dildə danışmaqdır. Onlar hiss edir. Bəzən isə bizdən daha dərindən. Onlar sevir. Sadəcə bunu fərqli şəkildə göstərir. Ən böyük səhvimiz nədir? Bilirsinizmi? Onları düzəltməyə çalışmaq. Halbuki onları anlamaq kifayətdir. Hər bir autizmli uşaq bizdən mükəmməl olmağı istəmir. Sadəcə istəyir ki, onu olduğu kimi qəbul edəsiniz. Çünki o dəyişmək istəmir. Sadəcə anlaşılmaq istəyir. Bu kitab valideynlər üçün bir yol xəritəsidir. Mütəxəssislər üçün bir xatırlatmadır. Hər kəs üçün isə bir anlayış dərsidir. Əgər bir uşağın daxili dünyasına daxil olmaq istəyirsinizsə, onu zorla dəyişdirməyə çalışmayın. Sadəcə onu anlamağa çalışın. Çünki bəzən bir uşağı dəyişmək yox, sadəcə onu hiss etmək kifayətdir. İxtisas müəllifi olduğum kitab autizm üzrə bilmədiyimiz 10 fakt çox gözəl bir kitabdır. Valideynlərə niyə görə tövsiyə eləmək istəyərdim? Çünki bir valideynin dilindən yazılmış kitabdır. Yazıçının öz övladının autizmdən əziyyət çəkməsi və onunla mübarizəsi, ən azı bir valideyn kimi onun hisslərini, yaşadıklarını əks etdirən bir kitabdır və bu çətinlik içərisində əslində heç də bu uşaqların cəmiyyətdən uzaq olmamasını, onların cəmiyyətə inteqrasiyasından danışır, bəhs edir və bu kitab inanıram ki, çox valideynlər stolüstü bir kitab olacaq, çox valideyninə motivasiya verəcək, autizmi yaxından tanımasına kömək olacaq və buradakı nüanslar, burada ananın yaşadığı ağrı, acılar ilk anda öyrənəndə və burada məktəbin nə qədər uşaq həyatında böyük rolu olmağı, ətrafın, cəmiyyətin və bu üçbucağın qurulmasında böyük rol oynayır ki, bu kitabın həm ananın, həm də övladın dilindən yazılması oxunaqlılığını daha çox artırır. Çünki çox sadə dildə yazıb və bir nəfəsə oxuya biləcəyiniz bir kitabdır. Bu kitabı ixtisas müəllifi olduğum üçün həqiqətən də qürur duyuram. Çünki ilin kitabları siyahısında öz yerini tapmış bir kitabdır və inanıram ki, Azərbaycanda valideynlərə də istər autizmə olan, istər olmayan, bu sahədə çalışan, müəllim, pedaqoq, psixoloq, sosioloq, valideynlər üçün hər bir kəs autizmi bilməli. Bizim ətrafımızda, məktəbdə, uşağımızın sinif yoldaşı hər kəs ola bilər və buna görə də bu kitab düşünürəm ki, hər birimizin oxuya biləcəyi və oxumalı olacağı kitabdır.